heç kimə dəyməz. İnsana qalan sadəcə ailə olur. Onu mənə Allah göstərdi ki, heç kimə Neçə ildən sonra ailədə uşaq oldu sizdə? 3 ildən sonra. 3 ildən sonra. Bəli. Amma heç sevgin xanımda azalmadı. Çoxaldı çünki o sənin ən pis vaxtlarında yanındaydı. Bəli. Yəni səni idarə etmək, səni cilovlamaq, yenidən sənin belə istedadını geri qaytarmaq çox böyük bir vəfa borcun var məncə. Heç kim qalmazdı mənim yanımda. Heç kim qalmazdı. Heç kim. O qaldı, bilmirəm, bəlkə məni dərindən tanıyırdı. Mən o zamanlar özüm deyildim deyim, ağlım başqa yerdeydi, fikrim başqa yerdeydi. Yəni səbr elədi, Allah da onun da mükafatını verdi, şükür Allah bugün mənim. Sən bugün hiss etmisənmi ki, kimsə səninlə münasibət qurmaq istəyir, sosial şəbəkədə, amma bu düz yola getməyəcək də, bax çəkilmirsən. Yəni bu xəyanətə doğru getsə, sən o xanımın illərlə səni əziyyəti puça verəcəksən. İndi bilənlər bilir, bilməyənlər deyim. Mən ən çox xanım məclisində olam, xanımdan doğum Bilirəm, günündə. mən elə onu deyirəm də. Bu suala belə cavab verim. Torik, ağlı başında olan insan xəyanət edirsə, o sevgi bitib deməkdir. Ağlı Xəyanət başında olan bir insan. ruh halidir, ruh.